Herkese salam əziz müəllimlər. Bugün 5-ci sinif dərsindən məmulatın qrafik təsviri mövzusunun izahını verəcəm. Bildiyimiz kimi texnologiyada məmulatların hazırlanmasının 3 mərhələsi vardır. Layihələndirmə, istehsal, yəni məmulatın hazırlanması və istismar, yəni hazırlanan məmulatın istifadə olunması. Birinci mərhələ layihələndirmədir. Hər bir məmulatın hazırlanması layihələndirmədən başlayır. Yəni məmulatı hazırlayan şəxs onun xəyali təsvirini əvvəlcə kağız üzərində əks etdirir və bu təsvir adlanır qrafik təsvir. Qrafik təsvirin 3 növ vardır. Texniki təsvir, eskiz və çertyoş. Hər birinin də özünə məxsus xüsusiyyətləri var və biz onları fərqləndirməliyik. İndi həmin xüsusiyyətlərə baxaq. Birincisi texniki təsvir. Məmulatın həcmli, 3 tərəfli görünüşüdür. Burada açar söz budur. Həcmli və 3 tərəfli. Texniki təsvir tərəflər arasında nisbət nəzərə alınmaqla, lazımi ölçüləri və məmulatın materialı göstərilməklə əl ilə yerinə yetirilir. Texniki rəsm üzrə məmulatın forması asan anlaşılır. Eskiz isə məmulatın bir tərəfdən görünüşüdür. Eskizdə də nisbət nəzərə alınmaqla və ölçülər göstərilməklə əl ilə yerinə yetirilir. Bu hissələr eynidir. Aralarında fərqi isə texniki təsvirdə 3 tərəfdən görünüş var. Eskizdə isə yalnız bir tərəfdən görünüş öz əksini tapmışdır. Bu şəkildə fərqləndirə bilərsiniz. Və nisbət nəzərə alınmaqla sözü hər ikisində olsa da, texniki təsvirdə deyilir ki, tərəflər arasında nisbət nəzərə alınmaqla. Çünki texniki təsvirdə 3 tərəfdən görünüş verilib və həmin 3 tərəf arasında nisbət nəzərə alınmalıdır. Ona görə də tərəflər arasında sözünü görürsə, texniki təsvir variantı düz olacaq. Şəkil 1-də gördüyünüz kimi detalın texniki təsviri verilib, 3 tərəfdən görünüş var. Şəkil 2-də isə yalnız bir tərəfdən görünüş var, yəni bu detalın eskizidir. Çertyoş isə adından məlum olduğu kimi, çertyoş alətlərinin köməyi ilə yerinə yetirilən şərti qrafik təsvirdir. Çertyojda 3 görünüş olur, ön, sol və üst. Ön görünüş eyni zamanda əsas görünüş də adlanır. Şəkildə hər 3 görünüş göstərilib. A-da əsas görünüş, B-də soldan, C-də isə üstdən görünüşü görürük. Bunları təsvir formasında yadınızda saxlamağınız mütləqdir. Çünki testdə təsviri verilib. Soruşa bilər ki, bu hansı təsvirdir? Əsas görünüşdə mərkəzdə dairə verilmişdir. Bundan yadımızda saxlaya bilərik. Soldan görünüş biraz hörümçək toru formasını xatırladır. Üstdən görünüşdə isə qırıq-qırıq və dalğalı xətlər göstərilmişdir. Göz yaddaşınızla burada təsvirləri yadınızda saxlamağınız faydalıdır. Eyni zamanda çertyojda xətlər də verilir və hər bir xəttin bir mənası var. İndi onlara baxaq. Məsələn, detalın konturu bütöv əsas xətlə göstərilir. Çıxarılan hissə bütöv nazik xətlə, eyni zamanda ölçü göstərən hissə də bütöv nazik xətlə göstərilir. Simmetriya oxu ştrix nöqtəli, dəliyin görünməyən konturu isə ştrixli xətlə göstərilir. Bildiyimiz kimi görünməyən hissələr əsasən ştrixli verilir. Burada da görünməyən kontur ştrixli xətlə verilmişdir. Məsələn, simmetriya oxu ştrix nöqtəli xətlə verilir. Bunu necə yadımızda saxlaya bilərik? Simmetriya sözü S hərfi ilə, ştrix sözü isə Ş hərfi ilə başlayır. S və Ş hərfləri bir-birinə bənzəyir. Eyni zamanda O və Ö hərfləri də bir-birinə bənzəyir. Simmetriyanın S-si ilə ştrixin Ş-sini yadımızda saxlaya bilərik. Oxu sözündəki O hərfi ilə nöqtəli sözündəki Ö hərfini əlaqələndirə bilərik. Bu şəkildə asan yadda saxlamaq olar ki, simmetriya oxu ştrix nöqtəli xətlə verilir. Görünməyəni bilirik ki, ştrixli xətlə olmalıdır. Detalın konturunu yadımıza saxlayırıq bütöv əsas xətlə. Çıxarılan hissə ilə ölçü göstərən hissə eynidir. Hər ikisi bütöv nazik xətlə göstərilir. Çertyojda ölçülər yalnız millimetrlə verilməlidir. Millimetrlə. Çertyoj qalın kağızda, yəni vatman kağızında və adi karandaşla çəkilməlidir. Çertyojların eyni zamanda aşağı hissəsində bir cədvəl verilir. Həmin cədvəl spesifikasiya adlanır. Spesifikasiya sağ aşağı küncdə göstərilir və spesifikasiyada detalın adı, miqyası və materialı haqda məlumat verilir. Burada şəkildə də baxaq. Burada aşağıda sağ aşağı küncdə gördüyünüz spesifikasiyadır. Göründüyü kimi burada miqyas verilib 1/1. Material göstərilib arzaqayın və detal göstərilib taxta çəkicin başlığı. Spesifikasiya bu deməkdir. Çertyojda ölçülər əlbəttə ki, olduğu kimi verilmir. Miqyas vasitəsilə ölçülər kiçildilmiş və yaxud da böyüdülmüş formada verilə bilər.
Ölçülərin neçə dəfə böyüdüyünü və kiçildiyini göstərən ədəd miqyas adlanır. Standartlara görə aşağıdakı miqyaslar təyin olunmuşdur. Təsviri kiçiltmək üçün 1 bölünsün 2, 1 bölünsün 4 və 1 bölünsün 5 göstərilmişdir. Buradakı rəqəm neçə dəfə kiçildiyini göstərir. 1 bölünsün 2 isə 2 dəfə, 1 bölünsün 4 isə 4 dəfə, 1 bölünsün 5 isə 5 dəfə kiçildiyini görürük. Və yaxud əksinə 2 bölünsün 1 isə 2 dəfə böyüdüyünü, 4 bölünsün 1 isə 4 dəfə böyüdüyünü, 5 bölünsün 1 isə 5 dəfə böyüdüyünü görürük. Əgər birinci rəqəm ikinci rəqəmdən kiçikdirsə, bu kiçiltmə deməkdir. Yəni 1 bölünsün 2 detalın 2 dəfə kiçildiyini göstərir. Amma 2 bölünsün 1 də birinci rəqəm ikincidən böyükdür. Deməli 2 bölünsün 1 olduqda burada neçə dəfə böyüdüyünü göstərir. Bu şəkildə yadımızda saxlayaq. Natural ölçü isə olduğu kimi 1 bölünsün 1 formasında verilir. Ölçülər millimetrlə göstərilir, onu bilirik. Çertyoj üzərində ölçülər, spesifikasiyada verilən ölçülər realdır. Böyüdülmüş və ya kiçildilmiş deyil. Bəs məmulatın çertyojunu oxumaq nə deməkdir? Çertyoju oxumaq məmulatın adını, formasını, ölçülərini, materialını, miqyasını, məmulatın təşkil olunduğu detalların sayını və onların birləşmə növünü bilməkdir. Çertyojlar əl ilə və yaxud da müasir dövrdə artıq kompüter proqramları ilə yerinə yetirilir. İndi ümumiləşdirək. Deməli, məmulatların hazırlanmasının birinci və vacib mərhələsi layihələndirmədir. Layihələndirmədə qrafik təsvir çəkilir. Qrafik təsvirin 3 növ var. Texniki təsvir, eskiz və çertyoj. Texniki təsvir və eskiz arasında əsas fərqlər. Texniki təsvir 3 tərəfdən görünüşdür. 3 tərəfdən görünüş sözünü görürüksə bilirik ki, bu texniki təsvir variantı olacaq. Eskiz yalnız bir tərəfdən görünüşdür. Tərəflər arasında nisbət sözü deyirsə, tərəflər sözü varsa texniki təsvirdir. Yalnız nisbət nəzərə alınmaqla ölçülər göstərilməklə deyilirsə eskizdir. Hər ikisi əllə yerinə yetirilir. Bu eynidir bu cəhəti. Çertyoj adından da məlumdur. Çertyoj alətlərinin köməyi ilə yerinə yetirilir. Çertyojun üç görüntüsü var. Əsas soldan və üstdən görünüş və yaxud da ön, sol və üst görünüş şəklində də verilə bilər. Xətlər detalın konturu bütöv əsas xətlə göstərilir. Çıxarılan hissə və ölçü göstərən isə bütöv naziklə, simmetriya oxu ştrix nöqtəli ilə, görünməyən kontur isə ştrixli xətlə göstərilir. Ölçülər millimetrlə verilməlidir. Çertyoj vatman kağızında adi karandaşla yerinə yetirilir. Hər bir çertyojun sağ aşağı küncündə verilən cədvəl var ki, o spesifikasiya adlanır. Spesifikasiyada detalın adı, miqyası və materialı öz əksini tapır. Ölçülər miqyasla göstərilir, neçə dəfə böyüdüldüyü və kiçildildiyi. 1 bölünsün 2, 1 bölünsün 4 və 1 bölünsün 5 kiçildilmə, 2 bölünsün 1, 4 bölünsün 1, 5 bölünsün 1 isə böyüdülmüş miqyasları göstərilir. Məmulatın təsviri üzərində ölçülər natural ölçülərlə, yəni 1 bölünsün 1 formasında verilir və çertyoj oxumaqda detalların adını, formasını, ölçülərini, miqyasını, onların təşkil olduğu detallar arasındakı birləşmə növlərini təyin etmək deməkdir. Çertyojlar ya əllə, ya da kompüterlər vasitəsilə çəkilə bilər. Bugünkü izahımız bu qədər. Dinlədiyiniz üçün təşəkkürlər.